Hal-hazırda biz Astaranın Sım kəndindəyik. Bax, bu məhəllə göstəririk sizə, bu daşları. Bax, bu məhəllə adlanır Üte, qədim Üte adlanır. Çox güman ki, buranın ilk qədim talışların ən qədim sakinlərindən biri də bax, burada yaşamışlar. Bu regionlarda yaşamışlar. Sonralar bu müharibələr, əsasən də orta əsrlər, sonra Səfəvilərin dövründə çox böyük döyüşlər getmiş. Bax, yuxarıda böyük qəbristanlıq var ki, məzarlıq var ki, say hesabı yoxdur qəbirlərin. Yəni, bax, biraz yuxarıda Şindan qalasıdır. Şindan qalası da yuxarıda, mən olmuşam vaxtilə gənclik illərində. Yəni, çox böyük çətinliklə o qalanı da ala biliblər. Ümumiyyətlə, bu region, yəni Sımın, Üte əyaləti, Üte vilayəti, bəlkə də bizim bu mahalın düşünən insanlarının, hikmət sahiblərinin əsas zikir, şükür, fikir elədiyi bir mahal olmuşdur. Bütün qayalıqlar, bütün mağaralar kifayət qədərdir burada. Düzdür, indi hal-hazırda buranı turizm bir bazasını döndər çeviriblər. Hərçənd ki, mən o qədər də bunun tərəfdarı olmamışam. Çünki turizm məskənlərində adətən çox şeylər dəyişir, insanlar da dəyişir. O təbiətin, o insanların, o əvvəlki saflığı, əfsuslar olsun ki, qalmır, dəyişir. Allah özü bu torpağa, bu regiona, bu gözəlliyə bir bərəkət versin. Allah qorusun, bayaq mən bir epizodu artıracağım. Nə qədər mən bənövşələr topladıq. Düzdür, indi burada həyətdə o başda bənövşələr də yığdıq. Allah bu mübarək Ramazan ayında hamınızın evinə ən xoş günlər nəsib eləsin. Bugün axırıncı gündür Ramazanın, 29 Mart 2025-ci il, Astara rayonu Sım kəndi.